Məkkə müşrikləri belə edirlər. Kasıbçılıq qorxusundan, yəni öz övladlarını öldürürdülər, bilirsən. Həm kasıbçılıqdan, həm ondan da betər hansı idi? Qız uşaqlarını bastıranlar var. Niyə? Oğlum olmayıb, qız uşağı olub. Ardı, cəmaatın üzünə çıxa bilmirəm. Məkkə müşriklərində bu şey var idi. Gör necə əzəmətli günahlar ediblər. Belə insanlar var ki, indiki zamanımızda da görərsən ki, yəni onların əməli Məkkə müşrik əməlinə heç də geri qalmır. O qız uşaqlarını öldürənlər var, diri-diri bastıranlar. Ardı, ayıbdır. İndiki vaxtda məgər onu edənlər yoxdur. Nə qədər insanlar var ki, bir-iki qız olandan sonra üçüncüdə hamilə qalana gedir, indi uziyə düşür. Həkim, həmişə doğru olmur ki, həkim deyəni ki, qız da gedir, abort elətdirir. Nə qədər indiki zamanda da qatil valideynlər var. İndi də var. Onlar hamısı qatil valideynlər, qatil analar. Ata da şərikdir. Ata da razı verirsə, o da qatildir. Övladlarını öldürürlər. Fərqi nədir ki, doğulandan sonra öldürdün və ya doğulmamışdan qabaq. Hər ikisi qətildir. Abort elətdirirlər. Vallahi bilmək olmaz. O qədər insanlar var ki, öz övladlarını, qız uşaqlarını öldürüblər. Nə oğlum olmur. Amma sonra Allah ona oğul verəndə, övladla ruzləndərəndə, vallahi oğul onun başına bəla olur. Müsibət ölür. Müsibət olur. Hətta bəzən nə deyirlər, 100 dənə kör qızım olmağı daha yaxşı sənin kimi övladın olmağındansa. Sənin kimi oğlum olmaqdansa 100 şikəst, 100 solaq, 100 kör qızım olaydı. Ona görə bilmək olmaz, xeyir hansı övladdadır. O övladı verən Allahdır. Ola bilər, bəli, 10 dənə qızın olar, vallahi. Onu da sənin üçün xeyirli olar. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm onları çəkindirmək üçün nə deyərdi? Qız uşaqlarını böyüdənlər üçün. 2-3 qız uşağını böyüdənlər nə deyib? Cənnət var. Cənnət var, bəli, 2-3 qız uşağını böyüdərsə, qardaş, gözəl bir şəkildə, salihə olaraq, demirik cəmiyyətdə fasıq bir bəndə çıxartsın, Allah ibadət, itaət etməyən, Peyğəmbərinə tabi olmayan, yox, salihə, möminə bir övlad, qız uşağı yetişdirərsə, Allah təala onun əvəzində verir ona, cənnət verər. Bugün deyirəm, nə qədər qız uşaqlarını öldürənlər, abort elətdirənlər var ki, yox, mən oğlan uşağı istəyirəm. Varımdır, deyir, bəsdir. O bəsdir, sənlik deyil. Ruzləndirən Allahdır. O övladlardan kimin xeyirli, kimin şərli olduğunu bilən də Allahdır. Veribsə şükr elə. Ola bilər, vallahi, o oğlan uşaqlarına nə qədər xeyirli olsun, bərəkətli olsun, onu hələ bilmək olmaz. Ona görə buradan o qatil valideynlərə deyirəm ki, Allahdan qorxun, övladlarınızı öldürməyin. Kim bu günah eləyibsə tövbə eləsin, belə rahat yaşamasın. Allah Taala soruşacaq qiyamət günü. Soruşacaq, bütün əməlləri soruşacaq, bunu da soruşacaq. Niyə öldürdün? Nə cavab verəcəksən? Deyəsən, ya Rabbim, oğlan uşağı istəyirdim, qız oldu. Onu verən Allahdır, sən kimsən ki? Bu cavab deyil axı. Allah belələrinə hidayət versin.